Salam, hər vaxtınız xeyir olsun. Mən Günay Hüseynova, Sumqayıt şəhər Nizami Gəncəvad Texniki Təbiət Elmləri Liseyinin Azərbaycan dil və ədəbiyyat müəllimi, təlimçi. Mən bugün sizlər üçün eyni köklü sözlər haqqında məlumat verəcəm. Yəni eyni köklü sözləri asan tapmağın bir neçə yolunu sizə öyrədəcəm. Düşünürəm ki, bu videom sizlər üçün faydalı olacaqdır. Başlayaq. İndi gəlin görək eyni köklü sözlər nədir? Eyni köklü sözləri biz necə bir-birindən fərqləndirə bilərik? Eyni köklü sözlər. İndi mən müəyyən xüsusiyyətlər deyəcəm və bu xüsusiyyətləri əzbərləməklə və eyni zamanda başa düşməklə eyni köklü sözləri asanlıqla bir-birindən fərqləndirə biləcəyik. Eyni köklü sözləri, kökləri eyni mənalı olan sözlərə eyni köklü sözlər deyəcəyik. Və kökləri birinci xüsusiyyət necə olmalıdır? Kökləri eyni leksik mənalı olmalıdır. Eyni leksik məna bildirməlidirlər. Ən birinci xüsusiyyəti budur. İkinci bir xüsusiyyət nədir? Eyni köklü sözlər mütləq şəkildə düzəltmə olmalıdır. Düzəltmə. Demirəm ha, sadə və yaxud mürəkkəb. Deyirəm, mütləq şəkildə düzəltmə olmalıdır. Yəni iki bir xüsusiyyəti biz indi birləşdirib mən nümunədə onu sizə nümunə ilə göstərəcəm. Olmalıdır. Məsələn, deyək, bağban, bir də deyək, məsələn, bağça. Aha. Bağban və bağça. Hər birinin kökü nədir? Bağ ismidir. Yəni bildiyimiz bağban kimə deyirlər? Bağa baxan şəxsə deyirlər. Bağça nəyə, hara deyirlər? Yəni gül olsun, meyvə olsun. Yəni bildiyimiz bağ, gül bağı, meyvə bağı və s. Leksik şəkilçi. İndi baxaq. Kökləri eyni leksik məna bildirdimi? Bildirdi. Düzəltmə oldu mu? Düzəltmə oldu. Demək, bağban və bağça sözlər eyni köklü sözün hər iki tələbini ödədiyi üçün biz bunu eyni köklü söz hesab edə bilərik. Üçüncü bir xüsusiyyət. Demək, eyni köklü sözlər düzəltmə olduğu üçün mütləq şəkildə demək, onun tərkibində mütləq bir dənə də olsa nə iştirak etməlidir? Leksik şəkilci. Demək, eyni köklü sözlər nəyin hesabına formalaşır? Nəyin hesabına yaranır? Leksik şəkilçilərin hesabına yaranır. Mütləq şəkildə. Bəs yaxşı, sual verə bilərsiniz, müəllimə. Eyni köklü sözlərin tərkibində qrammatik şəkilçi iştirak edə bilərmi? Təbii ki, edə bilər. Bir şərtlə leksik şəkilçidən sonra. Yəni, ən azından bir leksik şəkilçi mütləq şəkildə ola bilər. Demək, qrammatik şəkilçi eyni köklü sözün tərkibində ola bilər. Amma yenə deyirəm, bir şərtlə leksik şəkilçidən sonra. Məsələn, bax deyək ki, evli, bir də deyək ki, məsələn, evdəkilər. Sözün kökü hər ikisində ev ismidir. Evli, leksik şəkilçi, dəki leksiklər qrammatik. İndi deyək ki, burada qrammatik var, bu eyni köklü deyil. Xeyr, təbii ki. Bizə lazım olan hissə var burada artıq, evdəki. Mənə lazım olan o sözün düzəltmə olmağıdır, o da ki, düzəltmədir. Yəni, eyni köklü sözlərdə leksik şəkilçidən sonra 4 dənə, 5 dənə istədiyiniz qədər qrammatik şəkilçi artıra bilərsiniz. Mənə lazım olan bir leksik şəkilçi varsa, demək artıq bu eyni köklü söz hesab edilə bilər. Bəli, bəs sual verilə bilər ki, eyni köklü sözlər qrammatik şəkilçi ilə formalaşır. Yəni, bu fikir doğrudurmu? Təbii ki, yanlışdır. Eyni köklü sözlər, yəni qaydanın əvvəlində də dedim, mütləq şəkildə nəyin hesabına formalaşmalıdır? Leksik şəkilçinin hesabına formalaşır. Demək, ümumiləşdirək belə deyək. Qrammatik şəkilçi eyni köklü sözün tərkibində ola bilər. Amma eyni köklü sözlər qrammatik şəkilçi ilə formalaşa bilməz. Onun formalaşmasında, yaranmasında əsas meyar leksik şəkilçinin olmasıdır. Bu da onu göstərir ki, eyni köklü sözlər mütləq şəkildə nə olmalıdır? Bir də deyirəm, düzəltmə olmalıdır. Növbəti bir xüsusiyyətimizi nəzər salaq. Eyni köklü sözlərin, belə deyək, kökləri bir-biri ilə amonim ola bilməzlər bir münasibətdə. Məsələn, deyək, yağlı, bir də deyək ki, məsələn, yağış. İndi gəlin görək, bu sözlər eyni köklü sözlər ola bilərmi? Sual verə bilərsiniz, müəllim, bəli, hər ikisində yağlı leksik şəkilçi, bunda da yağış leksik şəkilçi, başlanğıc forma yağlı, burada da yağış. Deyirsiniz, müəllim, bəs siz dediniz kökləri eyni olmalıdır və tərkibində şəkilçi leksik olmalıdır. Mən demədim kökləri eyni yazılmalıdır. Dedim kökləri eyni leksik məna bildirməlidir. Yağlı sözünün kökündəki yağ, bildiyimiz ərzaq, yemək bişirdiyimiz yağ mənasındadır. Amma yağış sözünün kökündəki yağ, yağmaq feilidir. Bunun kökündəki yağ isimdir. Bunun kökündəki yağ isə feildir. Belə bir nəticəyə gəlirik ki, eyni köklü sözlərin kökləri necə olmalıdır? Kökləri
eyni nitq hissəsi olmalıdır. Eyni nitq hissəsi. Biri isim, biri feil ola bilməz. Bu zaman bu bir-birlə münasibətdə eyni köklü söz hesab edilə bilməzlər. Amma məsələn mən desəm ki, yaxşı, yağış sözü ilə məsələn yağmur sözü, yağmur və yaxud yağıntı sözü bir-birlə eyni köklü ola bilərmi? İndi baxaq. Hər birində sözün kökü yağ feilidir. Yağ və şəkilçilərinə baxaq. Yağ, yağış, yağmur, yağ, yağmur, yağıntı da yağdan yağıntı yaranıbdır. Hər birinin kökündəki yağmaq feilidir və tərkibində də şəkilçilər leksik olduğu üçün artıq bu sözləri biz eyni köklü söz hesab edə bilərik. Növbəti bir məsələyə gələk. Eyni köklü sözlər bəs qrammatik şəkilçi ilə formalaşırmı? Qeyd elədik ki, yox. Yaxşı, bəs məsələn evlər, evdə, evdən, bu sözlər eyni köklü sözlər hesab edilə bilərmi? Xeyr. Niyə? Çünki birinci şərt ondan ibarətdir ki, kökləri eyni məna bildirsə də, amma bizim ikinci şərtimiz nə olmalıdır? Eyni köklü sözlər düzəltmə olmalıdır. Və bunlar da cəm şəkilçisi qrammatik hesab edilir. Üzr istəyirəm. Evdə ev sözün kökü, ev sözün kökü və dan, dən, dadə, larlər qrammatik olduğu üçün kökləri çox da ki eyni leksik məna bildirir, amma bunu biz eyni köklü söz götürə bilmərik. Bəs buna nə deyəcəyik biz? Buna deyəcəyik eyni sözün müxtəlif nəyi? Formaları deyəcəyik. Eyni sözün, eyni kökün müxtəlif formaları. Çünki qrammatik şəkilçilər axı sözün formasını dəyişir. O baxımdan biz evlər, evdə, evdən sözünü eyni köklü yox, eyni sözün müxtəlif formaları götürə biləcəyik. Bir də ümumiləşdirək fikrimizi necə oldu? Eyni köklü sözlər mütləq necə olmalıdır? Eyni köklü sözlərin kökləri belə deyək, eyni leksik məna bildirməlidir. Quruluşuna görə düzəltmə olmalıdır. Leksik şəkilçi hesabına yaranırlar. Qrammatik şəkilçi eyni köklünün tərkibində ola bilərmi? Təbii ki, ola bilər, amma leksik şəkilçidən sonra. Və eyni köklü sözlərin kökləri mütləq şəkildə eyni nitq hissəsi olmalıdır. Və bir-birlə münasibətdə köklər heç vaxt amonim ola bilməzlər. Sonra hansı məsələyə mən gəlmək istəyirəm? Bəzən testlərdə ən çox hansı feildən söhbət gedir? Sıx. Biz bilirik ki, sıx nitq hissəsinə görə sifət kimi var və eyni zamanda sıx feil mövqeyində də çıxış edir. Yəni iki nitq hissəsi olaraq amonim hesab edilə bilər. Sıx sifət olaraq sıx paltar, necə paltar və bir də sıxmaq. İndi bəzən testlərdə düşür. Məsələn, sıxıl, deyək ki, məsələn, sıxıcı, sıxdır, sıxıntı, sonra deyək, sıxlaş, sıxlıq. Aha. Sual verilə bilir ki, bu deyək, sözlərdən hansı bir-biri ilə belə deyək, eyni köklü hesab edilə bilər? İndi biz qeyd elədik ki, sıx sifəti də var, feil də var. İndi sıxıl sözünün kökündəki sıx sözünün feil və sifət olduğunu müəyyən etmək üçün biz ən asan yoldan istifadə edəcəyik. Nə edəcəyik? Il şəkilçisini başqa bir sözə qoşacağıq. Məsələn, sıxıl, sıxıl, ılı götürək başqa bir sözə qoşaq. Məsələn, yazıl. Baxıram, il nəyə, hansı nitq hissəsinə qoşuldu? Yaz hansı nitq hissəsidir? Feil. Demək, sıxıl sözünün kökündəki hansı nitq hissəsidir? Feil. İndi sıxıcıya baxaq. Sıxıcı, bir də deyək, məsələn, qırıcı, kəsici. Hansı nitq hissəsinə qoşuldu? Qır feilinə. Demək, sıxıcı sözünün kökündəki sıx feildir. Sıxdır, yazaq, maq da əlavə eləyək. Sıxdırmaq, bir də var, məsələn, yazdırmaq. Nəyə qoşduq? Feilə qoşduq. Demək, sıxdırmaq sözünün kökündəki sıx feildir. Sıxıntı, bir də deyək, məsələn, qırıntı. Qırıntı. Intını nəyə qoşduq? Feilə qoşduq. Demək, sıxıntı sözünün kökündəki sıxıntı, demək, sıx feildir. İndi baxaq, sıxlaş, bir də var, sıxlıq. İndi bəs buradakı sıx hansı nitq hissəsidir? İndi mən baxıram, laş şəkilçisini başqa bir sözə qoşuram. Məsələn, gözəlləş. Laşı nəyə qoşdum? Gözəl sifətinə qoşdum. Demək, sıxlaş sözünün kökündəki hansı nitq hissəsidir? Sifət. Bəs sıxlıq sözündəki sıxlıq, məsələn, deyək, hər yer yaşıllıq idi. Yaşıllıq. Yaşıllıq. Nəyə qoşduq?
yaşıl sifətinə. Demək, sıxlıq sözünün kökündəki nədir? Sifətdir. İndi belə ümumi nəticəyə gəlir ki, demək, sıxıl, sıxıcı, sıxdır və sıxıntı bir-biri ilə eyni köklüdür. Çünki kökləri feildir. Sıxlaş və sıxlıq isə bir-biri ilə eyni köklü sözlərdir. Çünki hər birinin kökü nə olacaq? Sıx sifəti olacaqdır. Yəni, bunun ən rahat yolu budur. Düşünürəm ki, mənim bu videom sizlər üçün faydalı oldu və eyni köklü sözləri siz artıq, belə deyək də, tapmaqda çətinlik çəkməyəcəksiniz. Növbəti videolarımız inşallah olacaq, ardıcıl olacaq.